Salam, mən bugün sizə su dəyirmanı unundan hazırlanmış buğda çörəyini təqdim eləyirəm. Möhtəşəm qoxusu var, görünüşü də möhtəşəmdir. Soyusun inşallah, kəssən vəziyyətdə də sizə göstərəcəm içərisi necədir. Hal-hazırda yəni istidir, tam soyumayıb. Ətri çox gözəldir. Yəni su dəyirmanı unundan hazırlamışam. Tərkibində droj yoxdur. Alma sirkəsində açılmış soda ilə bişirmişəm. Daha sonra tərkibində semiçka yağıdır. Semiçka yağı da yəni gözümüzün qabağında çəkilmiş semiçka yağı qatmışam. Bir də duz, su, başqa bir şey deyil. Su da ilıq sudur yəni. Soyuq su ilə isti sunu qarışdırmışam. İlıq su ilə yoğurmuşam. Bir yarım saat 20 dəqiqə qalandan sonra bir yarım saatda 180 dərəcədə bişirmişəm yəni. Möhtəşəm gözəl bir çörək alınıbdır. Əgər siz də su dəyirmanı unundan hazırlanmış çörəklər istəyirsinizsə, həm çörək ala bilərsiniz, sağlamsansa xoşbəxtsən səhifəsindən, həm də istədiyiniz un, arpa unu, buğda unu, qarğıdalı unu, çovdar unu, hər növdə un satılır. Mən almışam buğda unu özüm üçün, yəni belə bişirmək üçün. Hər kəsə tövsiyə edirəm, sağlam həyat tərzinə keçsin, sağlam qidalansın. Su dəyirmanı unu nəyə görə faydalıdır? Bütün B qrup vitaminlər bu çörəyin tərkibində var. Yəni lazım olan bütün B qrup vitaminlər bunun tərkibindədir. Gündəlik normada 4 kusokdur. Yəni 4 kusok hər gün yemək olar bu çörəkdən. Xarab olmaması üçün də, yəni uzun müddət bu çörəyi istifadə etmək üçün, yəni bir neçə gün bunu mən soyuducuda saxlayacağam. Hər kəsə də tövsiyə edirəm. Yəni sağlam həyat tərzinə keçsin, necə ki mən keçmişəm.